Değerli kanal izləyicilərimiz, sizi salamlayıram. Bu günləri Qaraçukur qəsəbəsində elə belə yerdə yox ha, tam mərkəzdə Bakıxanov qəsəbəsinə gedən yolun üstü, ərazini tanıyanlar bilir. Qaraçukur məscidi ilə üzbəüz mərkəzi yolun kənarında eksperimental layihə, daş binanın təqdimatını edəcək. Mənzil 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşir. Üstü çardaq 2 qat betondur. Yəni ki, evə su sızma məsələsi ola bilməz. Dəyərli izləyicilərimiz, dayandığım yer mənzilin zal hissəsidir. Yəni Leningradın və başqa proyektlərin zalından heç də geri qalır. Geniş, işıqlı, gün vuran zal var. Bir dənə qardaşım, yaxınlaş zəhmət olmasa. Yol göstər pəncərədən izləyicilərimiz görsün. Turan Şadlıq saraylar üzbəyüz. Dostlar, çıxdınız, marşrut xətti, Astanovka 5 metrə. Məktəb, bağça, böyük ticarət mərkəzləri hamısı evin düz qarşısında. İndi isə digər otaqları göstərir. Dən göstərir, qardaşım, yavaş-yavaş. Evin təmiri görürsünüz də dostlar. Yəni əlavə məncə ehtiyac yoxdur. Videoda görsənir, təmiz, səliqəli, qolu, patologlu, pəncərəsi hamısı səliqəli vəziyyətdir. Gəl qardaşım. Bura mənzilin belə deyim də, blokdan, qapıdan giriş hissəsidir. Kol hissəsidir. Otaqlar iç-içə deyil, tam addeldir. Sən qardaşım, bax, buradan gəl qapıdan fırlat videonu göstər, ətraflı görsünlər. Qapıdan giriş hissəsi, kolu bir də belə bir rakusdan götür, ətraflı görürsün. Bura kol hissəsidir. Deməli, sağda, zal, solda yataq otağı, bura mənzilin kiçik yataq otağı. Pəncərələri plastik dəyişir. İstilik sistemi görürsünüz dostlar, mərkəzliyin hansı qaydasını. Yəni, buradan da çək qardaşım, zəhmət olmasın. Yəni, əziz izləyicilərimiz, mənzilin yerinə söz ola bilməz. Qiymət də ki, deyəcəm, yəni elə bir qiymətdir ki, bazarda belə qiymətə çotaq yoxdur. Gəl qardaşım. Bura növbəti yataq otağı. Eksperimental proyekt dəyərli izləyicilərimiz. Mənzilin üstü, yəni təkrarçılıq olmasın, 2 qat betondur. İndi bəzi müştərilərimiz var, narahat olur, kənarda ev axırıncı mərtəbədir, evdə su sıza bilər. Yəni o barədə arxeyin ola bilərsiniz dostlar. Bax, gəlib özünüz də baxın inşallah. 2 qat beton, çardaq, su sızma ehtimalı sıfır. Burada bir yataq otağı, pəncərəsi məhəlləsinə baxır. Yəni, əziz dostlar, burada mənzil gir yaşa vəziyyətdir. Nə isə düzəldir, nə isə sökül, yox. Yəni, gir yaşa vəziyyətdir. Gəl qardaşım. Belə bir qladovkası var, kol hissəsində. Əlavə beşləri zadı yığmağa, yəni işə yarayan bir şey. Gəl qardaşım. Tamam tualet, dəyərli izləyicilərimiz. Yəni, Leningradda olduğu kimi tam ad deyil, bir yerdə deyil. Burada mənzilin dostlar, kol hissəsi. Götürdüğün qardaş hamam tualeti. Və bura mənzilin, belə deyil də, mətbəxlidir. Mətbəx də normal ölçülərdə, sərgəli vəziyyətdə. Bir dənə mətbəx mebelini yığırsınız, Allah xeyir versin. Qiyməti, əziz dostlar, bilirəm, narahatsınız, bunun qiyməti nədir, neçədir, görən bahadır, ucuzdur, qiymət münasibdir. 140 min manata Qaraçukur qəsəbəsi mərkəzi Neftçilər metro stansiyasına 5-6 dəqiqəlik məsafə, dediyim kimi, Razinə 3-4 dəqiqəlik məsafə, yəni ki, mərkəz dostlar, hər şey əlimizin altında, avtobus xətti olsun, marketi, bağçası, hər şey, infrastrukturun mərkəzidir. Qiymət 140 min manat, real alıcı olsa, simvolik endirim olacaq, zənginizi gözləyirəm dostlar. Bir dənə zəng eləyin, inşallah danışıq yeri olacaq. Sağ olun.